Kompüter proqramlarının öyrənilməsinin ən əsas yolu təcrübədir. Təqdimat faylı yaratmaq üçün nəzərdə tutulmuş proqram olan Microsoft PowerPoint 2010 proqramının komponentləri ilə tanış olmaq üçün nümunə təqdimat faylı yaradacağıq. Və təqdimat faylının yaradılması prosesində biz slaydların əlavəsi, slaydlar üzərində mətin və qrafik obyektlərin daxil edilməsi, obyektlərə animasiyanın tətbiqi, cədvəlin yaradılması, onun redaktə edilməsi, onun yaddaşa verilməsi, yenidən redaktə üçün açılması, mətin və simvolların format edilməsi, fraqmentin nüsxəsinin çıxarılması və ya yerinin dəyişdirilməsi kimi digər əməliyyatları həyata keçirəcəyik. Bu əməliyyatları lazımi formada mənimsədikdən sonra siz Microsoft PowerPoint 2010 proqramında yetəri qədər çətin struktura malik təqdimat faylının yaradılmasını öyrənəcəksiniz. Microsoft PowerPoint 2010 proqramını işə saldığımızda avtomatik blank presentation şablonu əsasında təqdimat faylı yaradılır. Bu üzərində nə mətin, nə də qrafik obyektlər olan boş slayddır. Yəni ağ vərəq kimi. Elə buna görə də dərhal işə başlamaq olar. Mətin daxil edib, cədvəl və qrafik artıra bilərik. Şablon yaradılan sənədin əsası rolunu oynayan köməkçi formadır, hansının köməyi ilə müəyyən struktura malik sənəd yaratmaq olar. PowerPoint 2010 proqramında istifadəçilər hər halda şablon əsasında təqdimat faylı yaradırlar. Baxmayaraq ki, bunun fərqinə varmırlar. İstifadəçilər proqram daxilində olan şablonlardan istifadə edə və ya müəyyən məqsədlər üçün istifadəçi şablonları da yarada bilərlər. Şablonlar proqramda yaradılan təqdimat faylından POT-M, POT-X genişlənməsi ilə fərqlənirlər. Proqram daxilində istənilən məqsədlər üçün hazırlanmış şablonlar mövcuddur. Şablonları istifadə etmək üçün fayl bölməsində yerləşən New əmrini verə bilərsiniz. PowerPoint 2010 proqramında eyni anda bir neçə təqdimat faylı ilə işləmək imkanı vardır. İkinci adi təqdimat faylını yaratmaq istəyirsinizsə, fayl bölməsində New əmrini verin. Və Blank Presentation şablonunu seçərək Create düyməsinə basın. Bu cür adi təqdimat faylını yaratmaq üçün qısa yoldan da istifadə edə bilərsiniz. Yetər ki, Ctrl-N düyməsinə basasınız. Gördüyünüz kimi 3 ədəd təqdimat faylını yaratdıq.